Salam, xoş gördük hamınızı. Deməli, çoxdandır təqdimat videosu çəkmirik və istəyirəm ki, bugün uzun aradan sonra gözəl bir təqdimat eləyə və gözəl bir evimizin təqdimatını eləyə. Deyərdim ki, evimizin həyətyanı sahəsi 2.7 sotun içindədir. Paket qubçadır, ipotekaya yararlıdır, geniş avtomobil daxil olmaq üçün ərazisi, veranda hissəsi və qarşı tərəfə keçəndə evin bu bir tərəfində, yəni hasarın arxasında gözəl bir geniş basenimiz də var ki, və onu da qeyd edeyim ki, evin dörd bir yanını rahatlıqla gəzmək üçün yerimiz də var ki, geniş şəkildə bütün həyətyanı sahəsi götürülüb və bu ev həm daimi yaşayış üçün tam uyğun tikilib, həm də günlük istifadə üçün əla bir seçimdir. Yəni, günlük kirayə verib gözəl pullar qazana bilərsiniz. Keçək evin daxili hissəsi ilə tanış olaq. Evə daxil olanda geniş bir dənə belə bir zal və fərqli 3D dizayn olunmuş twist endimiz. Bu hissədə bar sistemi ilə təmin olunmuş mətbəximiz. Çox gözəl bir dizaynı həqiqətən bəyəndim. Yerlər bütünlüklə istipollu. İstili sistemdə təbii ki, kombidir. Və daxil oluruq otaqlar olan hissəmizə. Otaqlar olan hissəyə daxil olmamışdan qabaq. Burada ümumi sanuzelimiz var ki, duşka aksesuarları tam şəkildə yerləşdirilib və sanuzellə üzbəüz bir dənə belə bir gözəl uşaq otağımız var. Uşaq otağımızın da ölçüləri normal ölçülərdədir. Rahat şəkildə övladınız burada istənilən əşya yerləşdirəndən sonra rahat şəkildə gəzib dolaşa bilər. Burada ikinci yataq otağımızdır. İkinci yataq otağımızın da genişliyi öz, yəni keyfiyyətinə uyğun və öz genişliyini qoruyur. Cümləni nə dərəcədə düzgün qurdum, nəzərə alarsınız inşallah. Və üçüncü, sonuncu yataq otağımızdır. Sonuncu yataq otağımızın da daxilində şəxsi sanuzel var və bu da bizim master sanuzel yataq otağımızdır və master sanuzel də içində yerləşdirilib. Duş aksesuarları falan hər bir şeydə tam şəkildə quraşdırılıb. Evimizin əsas yekun məsələsi hansı məsələdir? Təbii ki, qiymət məsələsidir. Qiymət məsələmizi də deyək, 187.000 manat yox, 175.000 manata indirildi evimiz və təcili sürətdə satışa çıxarılıb. Keyfiyyətinə aid bütün video görüntülər ev sahibinin telefonunda var. Keyfiyyətinə bir sözlə söz ola bilməz. Sonra katına qədər yeri beton, hər bir şey 9 daş yerin altında, yəni hündürlüyü tikilib, sonra həyətdə olub. Yəni bildiyin ev hər tərəfli betonla tikilən bir evdir. Uzun ömürlü qalmaq üçün sizə gözəl bir fürsət təqdim elədik. İnşallah narinə var ki, izləməyi unutmayın. Görüşənədək bu fürsəti də əldən qaçırtmayın.